Salam dəyərli izləyicilər, 30 noyabr 2025-ci il AXCP sədri Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapılıb və məktubda yazılanlarla bağlı təfərrüatı diqqətinizə çatdıracağım. Videonu paylaşıb, burada üstəgəl işarəsinə bir dəfə vura bilərsiniz. Dəyərli izləyicilər, xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin evində axtarış aparıb. Aynı Azım məlumatına görə axtarış zamanı evdən milyarderlər ittifaqı ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redakta variantı, sair sənədlər tapılıb. Dəlillər AXCP sədrinin Boz kardinalla əlaqələrinin olduğu şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif ünvanlarda axtarışlar aparıldığı, çox saylı şahidlərin dindirildiyi, əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb. Qeyd edək ki, Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb. Axtarış DTX-da aparılan araşdırma çərçivəsində həyata keçirilib. Bu tədbirlər Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır. Xatırladaq ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193-1.3.2 cinayət yolu ilə əldə edilmiş əmlakı legallaşdırma maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə bu ilin oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qəti imkan tədbiri seçib.